Ağzınızdan pis qoxu gəlir və bu sizi narahat edirsə, özünüzə kompleks yaradırsa ki, hansı ki ətrafınızda olan insanlar da bu qoxunu hiss edəcək və danışmağa belə utanırsınızsa, bunu etməyə ehtiyac yoxdur. Sadəcə bir məhsul göstərəcəm ki, hər səhər durursunuz, dişinizi fırçalayırsınız və bir ölçü qaşığı qarqara etdikdən sonra evdən rahatlığa çıxırsınız. Nə qoxu olmayacaq, nə də ki, bilirsiniz ki, ümumiyyətlə bu ağız qoxusu, ağız boşluğunda olan bakteriyalardan irəli gəlir. Bunun üçün nə etmək lazımdır? Sadəcə qarqara etmək lazımdır. Gedirsiniz aptekə, Dentasep, məhlul alırsınız. Tam təbii tərkibli olduğu üçün heç bir ziyan da yoxdur. Dişinizi fırçaladıqdan sonra bir ölçü qaşığı ilə qarqara etdiniz və salam. Nə pis qoxu qalacaq, nə ağız boşluğunda bakteriyalar qalacaq, nə hətta faringit, laringitdən, qıcıqlamalardan əziyyət çəkən insanlarımız da çox rahatlıqla istifadə edə bilər ki, onu belə aradan qaldıracaq. Bir sözlə, Dentasep hər zaman hamamda güzgünüzün qabağında olsun. Dişlərinizi fırçaladıqdan sonra bir ölçü qaşığına qarqara etdiniz və rahatlıqla işinizə gedə bilərsiniz, rahatlıqla evdən çıxa bilərsiniz və kompleksinizi rahatlıqla aradan götürə bilərsiniz.